Bulaq TV'nin əziz izləyiciləri, selamun əleykum. Bildiyiniz kimi İranda bəzi hadisələr baş verir, ixtişaşlarla dolayı internetlər kəsilmişdi və bununla dolayı bizim də internetimiz kəsilmişdi. Amma hal-hazırda bir yol tapmışıq və onunla da sizinlə danışmağa və burada baş verən hadisələr haqqında danışacağıq. Mən Məhəmməd Hüseynov, sizin xidmətçisiyəm. Mən də öz növbəmdə hər birinizi salamlayıram, xoş gördük sizləri. Bəli, elə ilk öncə ixtişaşlardan danışaq, istəsən elə oradan başlayaq. Nələr baş verdi İranda və hansı zamanda, neçə gün, nə qədər baş verdi və hal-hazırda vəziyyət necədir? Bir dənə izləyicilərə qısa şəkildə deyərdim. Bəli. Deməli, keçən cümə axşamı günü idi, yəni cümə axşamının gecəsi, cümə gecəsi deyərik. Təbii olaraq xaricdən maliyyələşmiş bəzi, necə deyərlər, qruplaşmalar. Əlbəttə biz bunun həm istəyir bu podkastlərimizdə söhbətlər edəndə, Venezuela və digər məsələlərdə, istəyir də elə ayrı mən öz kanalımda da izləyicilər bilər, bu barədə danışmışdıq və xəbərdarlıq etmişdik ki, necə ki bu ixtişaşlar baş verəndən sonra xalq, həqiqi xalq meydanlara axışdı və bir söz dedilər. İranın bütün rəsmi orqanları ilə birlikdə xalq bir söz dedi ki, bu 12 günlük müharibənin 13-cü günüdür əslində. Biz də əvvəllər elə xəbərdarlıq etmişdik ki, qarşı tərəf 12 gündə ağzı möhkəm yanandan sonra, yəni o bir dəfə sən keçən proqramda, podkastda bir söz dedin yaxşı ki, özləri demişdilər ki, biz sürətli indiyə qədər dünya müharibələr tarixində sürətli necə deyirlər, hücum görmüşdük, amma sürətli müdafiə görməmişdik, əks hücum görməmişdik. Bu sürətli əks hücum ki, bunları şoka salmışdı. Demişdik ki, təbii olaraq yeganə yolları iki cür məsələsi var, iki cür düşmənin. Bir zehnidir, yəni media propagandaları. İki, fiziki üst tutmalıydılar ki, əllərində qalan İran ətrafında, cənub-şərq hissədə məxsusən və şimal-qərb hissələrində qalan bir sıra Komolemi, Pejakmı və digər mücahidin deyirlər, əslində münafiqin deyirlər burada olaraq. Bunlardan istifadə eləməlidirlər. Bu hadisələr də sırf, yəni sağlam etirazların ki, dövlət əvvəlin birinci gündən dövlət bunu qanuni olaraq, etiraz olaraq tanıdı və başladı, qollarını çırmaladı ki, iqtisadi islahatlara başlasın. Bunlar gördülər, yox, sağlam etirazlardır, dövlət də iş görəcək, yenə vəziyyət xarab olur. Etirazlar fürsətdir, bunlar etirazları həmin o, həm maliyyə baxımından, həm də silahlandırdıqları o qruplaşmaları saldılar etirazçıların içərisinə. Təbii olaraq ixtişaşa çevirdilər və həmin dediyimiz keçən cümə axşamı gününün gecəsi, yəni cüməyə keçən gecə buradan qaçmış şahın oğlu ki, məşhur deyim vardı, öz həyat yoldaşını kontrol eləyə bilməyən. Onun əli ilə, deyək, onun ağzı ilə Mossad danışdı ki, və kəşfiyyat orqanları danışdı ki, çıxın küçələrə, ixtişaşlara çevirdilər və bütün xalq gördü ki, yox, bu etiraz heç, hətta ixtişaş da deyil. İndi sən özün də toxunarsan ona, bəzi misalları vurarsan da. Biz ümumiyyətlə bu məsələyə baxanda xaricdəki mediaların bir baxışına baxaq, xüsusən Azərbaycanda açıq danışırıq. İran dağılır. İranda artıq hər şey kontroldan çıxıb. 47 ildir. Bəli, elə 47 ildə o elə şahın oğlu da mən dünən bir video gördüm. İmam Xümeyni İrana gəlib inqilab edəndən bir neçə ay sonradır ki, deyir biz tezliklə İrana qayıtacağıq. 47 il ki, gözüylə İrana qayıtsın. Hər qış İran qışı görməyəcək. İslam Cumhuriyeti. Və İran dağılır deyirlər. Əsasən buna baxanda iki şey ola bilər. Bəzi medialarda belə deyək ki, indi hamısını deməyək, deyək ki, bəziləri tapşırıq alırlar ki, belə deməlidirlər. Təbii. Amma bəzilərində də özləri belə təhlil edirlər ki, həqiqətən İran bu səfər dağılır. Niyə? Bəzi orada hesablamalarda səhv. Mən fikir verdim bu neçə gündə. İranın rəsmilərindən çox da deyilir ki,
xüsusən də ali məqamlı rəhbər 12 günlük müharibənin əvvəldə ki, onların hesablamalarda yola verdikləri səhvdir ki, Bəli. hücum edilir. Hesablamalarındakı səhv budur ki, İran dağılır. Niyə? Xalq çıxır çölə, bu qədər itki verilir və polisdən də bu qədər itki gedir. Artıq bu üç şeyi göstərir. Bir, xalqın qəzəbi çoxdur. İki, kontroldan çıxıb. Üç, polisdə artıq o ruhiyyə və güc yoxdur ki, xalqına qarşı dayansın. Niyə bunu deyirlər? Çünki dünyanın hər yerinə baxsaq, istər Rusiyada ki, elə keçən podkastda da buna işarə elədik, istər Amerikada, istər başqa yerlərdə xalqın etiraz haqqı var. Bəli. Çıxan kimi başlayırlar şiddətli şəkildə döyməyə və o qorxu vahimə yaratmaqla cəmaatı dağıdırlar. Ona görə baxırlar ki, İranda ki, xalq qalxır və polis itki verir, deyirlər ki, artıq hər şey kontroldan çıxıb. Amma əslində biz bu şeyə baxaq, bir məsələ qeyd edək. Son 20 ilə biz baxaq, o İrandakı o seçkilər fitnəsi ki var, 88 fitnəsi ilə məşhurdur. Çünki İran illə 88-ci ildə baş vermişdi. Oradan bu tərəfə baxaq. Mən elə bu az yaşımda İranda bəlkə 10 dənə ixtişaş görmüşəm. Bu qədər ki, İran düşmənləri İranı İranın polisi, nəinki polis, ümumiyyətlə hakimiyyətin, ali məqamlı rəhbərin başçılığı ilə siyasəti budur. Baxın, etiraz baş verir və etiraz bəzən haqlı, bəzən də nahaq olur. Etiraz baş verir, xalq durur və ixtişaşçılar bunlara qatılırlar. Polis hələ heç bir təpki vermir, polisin silahı əlindən alır. Keçən dəfə qeyd edildi, polisin əlindən silahı alırlar ki, xalqa tərəf atəş açılmasın. Polisin silahı əlindən alınır, ixtişaşlar baş verir, başlayırlar vəhşiliyə. Bank yandırırlar, başlayırlar, məsəl üçün, bu axırıncı dəfə gördük ki, məscid yandırdılar, içində Quranlarla. Biz Avropada belə bir şey görmürük, gəlib, məsəl üçün, İran kimi İslam dövlətində bunlar məscid yandırırlar. Siz nə düşünmürsünüz? Xalqın qəzəbi ayılır da bunlar. Avtobuslar yandırırlar, banklar yandırırlar, şəhərdə ziyan verirlər. Artıq xalqdan bəzi o hissələr ki, bunlara qoşulmuşdu, ayrılır, oturur evində. Bunlar davam edir, xalq əsəbləşir. Xalq çıxır ortaya, yığışdırın bunları. Bəli. O deyəndən sonra ki, xalq tələb edəndən sonra hakimiyyətdən ki, yığışdırın bunu, bəli, xüsusi təyinatlar daxil olur. Keşikçilər korpusunun o bəzi müəyyən təlim görünmüş şəxslər ki var, onları daxil olurlar. Bir hissəsini mən deyim sizə, İranın Cilan vilayətindən bir mühüm şəxsiyyətdir ki, onun əlaqəmiz var. O elə mənə deyirdi ki, danışmaq istəsən bunu danışarsan. Ki, orada İmam Cümənin öz evinə atəş açmışlar. Elə bilirlər ki, ailəsi ilə içəridir, amma onu təkləmişdir oranı. Evini yandırmışdılar və s. Küçələrə girmişlər və xalq artıq bezəndən sonra və xalq orada tələb edəndən sonra ki, bunları yığışdırın, ara gəlirlər, yandırırlar, dağıdırlar bankları. Mirza Kuçəkxan briqadası var, Keşikçilər korpusunun. Şəhərə daxil olurlar, şəhərlərə də, orada balaca rayonlar və qəsəbələr ki var, kəndlərə daxil olurlar. 2 saat ərzində şəhərin bütün kontrolunu ələ keçirirlər və əmin-amanlıq. O vaxtdan vərdə əmin-amanlıqdır. Yəni, indi təxminən bir həftədir bizim danışdığımız hal-hazırda, bir həftədir ki, əmin-amanlıqdır. Yəni, bu İranın ümumiyyətlə ixtişaşa qarşı siyasətidir. Yəni, əgər kimsə görürsə ki, bəli, çıxıblar çölə, bəli, polis itki versə, bu xalq, bu hakimiyyət 50 ildir ki, şəhid verir. Ondan da öncəyə baxsaq, İnqilabdan öncə də şəhid verdi, amma elə bu hakimiyyətin quruluşu şəhidlərin qanı ilədir. Allah şəhidlərə rəhmət eləsin. Bəli, düz 100 şəhid ki, məsəl üçün dəfn olundu və deyirlər ki, daha çoxdur. Ciddi bir rəqəmdir. Bunun sadə yanaşmaq olmaz. Və səbəbləri nədir ki, çox gözəl işarələdir ki, 13-cü gündür bu. Müharibənin 13-cü günündə biz seyr edirik. Bəzən deyirlər ki, niyə bu qədər müharibədən, o 12 günlük müharibədən siz çıxmışsınız, ancaq ondan danışılır. Hər şey ora qayıdır. Səbəb odur ki, hər şey ora qayıdır və müharibənin hal-hazırda 13-cü günün biz yaşayırıq. Pompeonu görürük ki, açıq-aşkar Twitterdə, keçmiş Twitterdə, indiki X-də yazır ki, İran xalqına ki, bəli, mən yeni il sizə və Tehran küçələrində olan Mossadın adamlarına təbrik edirəm. Biz görürük ki, Kanal 14, İsrailin Kanal 14-nin baş direktoru deyir ki, bəli, biz Tehranda və digər İran şəhərlərində küçələrə çıxan ixtişaşçıları silahlandırırıq. Artıq bu səfər görürük ki, bundan öncə olardı ki, bunlar ixtişaş edirdilər və xalqı aldadmaq üçün özlərini burada müdaxilə etməyən bir
tərəf kimi göstərirlər, amma artıq hər şey göstərirlər. Trump baxırıq ki, da bir balaca uşaq kimi tutub telefon əlində yazır ki, ruhiyyədən düşməyin, mən sizin arxada kömək gələcək, çıxın küçələrə. Basıq aşağı göstərir ki, bəli, mən sizin arxınızdayım. Və bu hadisədə göstərir ki, artıq hər şey üzdə gedir. Müharibə artıq gizli şəkildə getmir. Və bu haqda əgər bir qeydin varsa... Əlbəttə, bir dənə qəşəng nöqtə vurğuladın. O da Pompeo'ya, Mossad'ın və yaxud da Trump'ın, Netanyahunun aşkar şəkildə bunu dilə gətirməsi ki, əvvəlkilərə nisbətən aşkar şəkildə dilə gətirdi. Bu ayrı bir dənə proqramımızda buna bir mütərizə açarıq, qəşəng bir bəhsdir ki, səbəblər nə ola bilər? Bunlar bu hərəkətləri eləyir. Amma bir nöqtə ki, vurğuladın orada, İranın siyasəti, ixtişaşlarla bağlı siyasəti, sözün qüvvəti bu Sərdar Radan ki var, Daxili İşlər Nazirliyidə bu polisin rəisi. O da bir neçə gündür çıxışlar eləyir, deyir statistikaları falan. O da elə o məsələyə toxundu. Bu siyasət nəticəsi etibarıyla bir neçə başlıdır əslində ixtişaşçılara qarşı ki, bunlar gec. Sən deyirsən, bəli, həqiqətən də sən Gilandan dedin, Tehranda da baş verdi bu, sən deyən məsələ. O yegan vicə dillərdə xüsusi təyinatlıları hansısa bir necə deyərlər, batalyonla salırlar, yığışdırırlar 2 saata. Və İran cəmaatı ilə də mən özüm söhbət eləmişəm neçəsi ilə. Cəmaat özü də ilk gündən deyirdilər ki, bizdə məsələn kəşfiyyat qüdrəti, bilir, cəmaat onu bilir. Ya bunların qüdrəti var axı, niyə yığışdırmırlar axı? 2 saata yığışdıra bilərdilər ilk gündə. Amma burada bir neçə başlıdır. Həm polis rəisi Sərdar Radanın dediyi bir məsələ ki var idi. Bunlar böyük göstərmək istəyirlər bu ixtişaşları. Dedi, hədəfləri var idi. Çox da elədilər ki, məsələn, bizim tərəfdə, biz yaşadığımız tərəfdə Qumda, əsasən orada meydanlar var. Mən canlı şahid idim. Mən gecə maşınla qaydırdım, gördüm də mən. Məsələn, ixtişaşçı, ya belə deyək, terrorçu ki, bunlar salırlar ortaya. 50 nəfərdirsə bir yerdə yığılıb bir nöqtədə. Ora marağa düşənlər var, cavanlar. Heç ixtişaşa qoşulmur ha. Məsələn, 50 nəfər, 100 nəfər marağa düşüb kənardan gəlirlər. Bunlar tez özünü salır ora. Və yaxud da 50 nəfər də atmosferə düşür, gəlir qışqırmaq üçün. O polis rəisi onu deyirdi. Deyirdi ki, bunlar salır özün cəmaatın arasına. Və polis bunlara güllə atsa, əvvələn ki, burada sən demişkən, İslam siyasətinə əsasən, heç dünya siyasətini qoyaq kənara. İslam siyasətinə əsasən, bunların siyasəti budur ki, günahsız insana özümüzdən getsin. Bəsit getdi. O Sərdar Radan deyir ki, bəsit və yaxud da polisdən özləri könüllü girənlər oldu o şeyin içinə, silahsız olaraq. Ki, bəlkə nəsə eləyə bilərlər. Ki, ayırsınlar, adi cəmaata zərər dəyməsin. Amma bunlar, namərdin xasiyyəti namərdli idi də. Salır, deyir, özün cəmaatın arasına. Mən ona güllə atsam, cəmaata da dəyəcək. İkincisi, dünya siyasəti ilə də baxsaq, bütün dünya, o deyir, bir qadın göstərdim, indi sən özün göstərsən onu. Kaftarlar yığılıb, hamısı əhatə edib ki, görək bir fürsət olsun, bayaq dedim də, bir media propagandasıdır əsasən. Bir dənə güllə polisdən dəysin adi cəmaata. Hələ dəyməyib belə eləyirlər, öz ixtişaşçılar cəmaat öldürüb. Deyir, gedib girirlər cəmaatın arasına, dünya siyasəti ilə də baxsan, polis ora güllə atsa, dünya siyasətində bir dənə səs-küy çıxacaq ki, ay qoymayın, cəmaatı İran hakimiyyəti öldürür. Bütün bunları nəzərə aldılar. Həm də bir şey də var. Məhsa Əmini fitnəsi oldu 3-4 il bundan qabaq. Bir nöqtəni də deyim, yadıma düşdü elə. Fitnələr ki, sən dedin, biz görə gəlirik. Həqiqətən də nəvədə 8 deyirdik, 98, 88, 78 falan. Bunlar fikir ver, rəhbər axırıncı çıxışında nə dedi? Tezlikcə inşallah Allah qələbəni datdırsın və hiss elətdirsin. Sanki bu bir növ müjdə idi. Fikir ver fitnələrə. Bundan öncəki Məhsa Əmini o qadın fitnəsində, ondan öncəki fitnəyə qayıdırsa, onun hər fitnə keyfiyyət və kəmiyyət baxımından və zaman baxımından getdikcə sönür. O sönən köz olur. Bundan öncəki fitnə zaman baxımından da, keyfiyyət baxımından da, kəmiyyət, itki baxımından da çox idi. 12 günlükdə bundan öncə idi. Çox idi. Amma indi itki var. Keyfiyyəti də var idi.
kəmiyyəti də var, zaman da var, amma çox az oldu. Yəni o birilərə nisbətən. İndi bu fitnəni ki biz deyirik, bunlar ki ortaya gətirirlər o polisin dediyini demək istəyirəm, o cəmaatı saldılar cəmaatın arasına. Bunlar elə bildilər ki, həqiqətən də xəyal elədilər və İranın hər fitnədəki siyasətin ki sən dediyin, boş silah taktikası kimi adında bir taktika var ha. Bir tərəfi də ora qayıtdı tez yığmamağın. Fitnələri tez ortadan aparmamağın. Necə fikir ver? 12 günlükdə nə oldu? 12 günlüyün ilk 2 günündə İran əslində 12 saata tələfi eləmişdi də, bağlamışdı. Amma biraz sanki buraxıldı bəzi şeylər ki, buraxılmaqla onlar ilk 2 gündə, 12 gündə, 3 gündə gördülər ki, aha, biz nəsə eləyə bilirik. Tez Trump və Netanyahu çıxdılar arenaya, dünya arenasında İranın gələcək addımları ki atacaq, onu legitimləşdi. Özləri dedilər ki, biz eləyirik. Biz qələbə çalmışıq, onları arxayın elədi bir növ. Bu burada bir Allahın hikməti də var ha, tək İran siyasəti deyil. Burada da bax, demirəm tək səbəb budur. Həm etki verməmək səbəbi var idi, polisin dediyinə görə, həm digər səbəblər var idi ki, tez yığışdıra bilmədilər. Amma bir səbəbi də bu idi. Biraz ki, bunların terroristləri çıxdılar ortaya, tez Pompeo sən dediyin kimi, Trump, Netanyahu aşkar Mossad açıq dedi ki, bizim orada adamlarımız var. Bu beynəlxalq arenada İran üçün legitimlidir. İranın sözünü təsdiq elədi ki, bu 13-cü gün müharibəsidir. Çünki əgər onlar açıq deməsəydi, özlüyümüzdə bilsəydi beynəlxalq arenada və media propagandaları fonunda çətin idi digərlərini baş salmaq ki, yox. Onlar, belə deyək də, xarici arenada medialar deyə bilərdi. Daha çox deyə bilərdilər ki, yox. Nə danışsan, bu cəmaat idi, hökumətdən narazı idi. Bunu özləri rəsmi şəkildə qəbul elədilər ki, bizim adamlar da İranda dedi ki, gördün, biz deyirdik 13-cü gün müharibəsidir. 12-nin 13-cü günüdür. Bəli, indi bundan sonra heç kəsin haqqı yoxdur İran hansısa bir addım atanda və yaxud da hansısa bir müəmmalı zərbə dəysə sizə, hardansa, deyəsiniz ki, İran görürsünüz müharibə istəyəndir, belə müharibə arxasıcadır. Xeyr, biz, Əraqçı da dedi də, cənab Əraqçı dünən dedi ki, biz müharibə istəmirik, amma hər cür formada müharibəyə hazırıq. Düz, Middle East Eye mətbuatı çox gözəl bir yanaşma ilə bu məsələyə baxır. Deyir ki, siz təsəvvür edin ki, Amerikada bir etirazlar əsnasında 100 Amerikan polisi ölə. Nə baş verər? Yəni, dediğin kimi o legitimliği hal-hazırda qazanıb. Niyə? Çünki bu qədər iki verib, bir, ikincisi xarici müdaxilələr artıq çox əyan şəkildə görünür. Və o yerde hesablamalara qayıdır, hesablamalardakı olan səhvlərə qayıdır. İranda etirazlar başlayanda izləyicilər baxa bilərlər. Netanyahu Florida'da, Amerika Florida əyalətində Trump'la görüşə getmişdi. Və Washington Post'un yazdığına görə orada Trump'ın məsləhətçiləri, müşavirləri ilə Netanyahu'nun arasında sərt bir diyalog qurulur. Nədən ibarətdir? Netanyahu'ya orada tapşırıq verilir ki, nə sən, nə də ki İsrailli heç bir rəsmi, nə də Mossad, nə heç bir qurum açıq-aşkar bu irtişaşa əlaqələrinizi bildirməyin. İran xalqının sizdən nifrəti var. İran xalqı bilsə ki, sən bu məsələnin arxasındasan, birləşəcəklər dövlətləri ilə. Washington Post deyir, mən demirəm bunu. Deyir ki, qarışmayın bu məsələyə. Qoyunuz axarıyla getsin, o orada müdaxilə yox, elə deyirəm. İrandakı o xalqı beziblər, İslam Cumhuriyyətindən. Bilsələr ki, biz onların arxasındayıq və onlara silah çatdırırıq ki, necə ki Mossad deyir ki, biz sizin içindəyik, nə təkcə göydən və uzaqdan, bəlkə elə meydanda silahla, Mossadın özü X platformasında yazır da bunu. Və o hesablamalarındakı o səhv ki var ki, İran xalqını düzgün tanımır və bu da gəlir kömək eləyir ki, artıq o İslam Cumhuriyyəti ilə böyük bir xidmət eləmiş olur orada. Nəydən irəli gəlir bu?
Ətullah Mirbağır çox düzgün və çox gözəl bir məsələyə vurğulayır. Bir verilişdə deyir ki, ağa buyurmuşdu ki, rəhbər, biz zirvəyə yaxınıq. Deyir ki, bu qədər iqtisadi problemlər, bu qədər sanksiyalar və necə olur ki, biz zirvəyə yaxınıq? Orada çox gözəl bir izah var ki, hər iki tərəf artıq bir yerdədirlər ki, ya bir addım arxaya getsələr məhvə doğru gedəcəklər sonlarda, ya da ki, axıra kimi getməlidirlər. Burada ikilerindən birinin gələcəyi var. Bəli. Bu dünyada ya bizim yerimiz var, ya onların gələcəkdə. Və burada təbii ki, onlar açıq oynayacaqlar. Bunlar təbii ki, bütün kartlarını açacaqlar ki, necə ki, görürük ki, hal-hazırda baş verir və 12 günlük müharibədə əldə etmədiklərini istəyirlər ki, bu ehtiyaclarla əldə edəsinlər. Təbii ki, biz düşməndən danışanda keçən verilişdə rəhbərin gözəl bir kəlamını vurğuladığını ki, o çox önəmlidir. Düşməni nə zəif zənn edir, nə də onu gücünü artıq abartmayla deyin. Yəni, olduğu gücün qəbul etmək lazımdır. Təbii ki, biz əgər deyiriksə ki, onların hesablamalarında səhvləri var, onlar belədirlər. Niyə belə olur? Çünki o məhvə doğru gedən adam qəzəbli olur. Çünki o əsəb olur və düzgün qərar ala bilmir. Bu bir məsələ, amma təbii ki, onların da siyasətlərində, onların da qərarında, strategiyalarında indi bunlar 12 günlük müharibədən sonra ki, biz bunu 13-cü gün, müharibənin 13-cü günü kimi qələmə alırıq. Bu ixtişaşlarda səbəb nə idi və istəkləri nə idi? Siz baxın, biz görürük ki, acıdır, mən bunu izləyicilər deməliyəm, 5 yaşlı uşaq şəhid olur. Kermanşahda, hətta 3 yaşda. Atası bilmirəm, gördün İran televiziyasında yaydılar. Mən onu görəndə həmən gecə özümə gələ bilmədim. Ağlayırdı ki, mənim neçə aylıq uşağım evdə xəstə idi, anasından qalmışdı. Qızımı da özümdən apardım ki, gedim dərman alım uşaq üçün. Çıxdıq belə maşından düşəndə bir də gördüm ki, deyir, uşağımın qanun töküldü əlimin üstüne. Bunu polis nə eləsin? Biz görürük ki, Rəşt şəhərində bir dənə tibb bacısını diri-diri yandırırlar. Bunu niyə ilan eləsin? Biz görürük ki, ov tüfəngi ilə vururlar və bir nəfərin kürəyindən bu qədər yarıb çıxır və bunu polis eləmir axı. Bunu tam şəkildə belə deyir. IŞİD-in elədiyi cinayətləri bunlar edirlər və bu da artıq İran İslam Respublikasının günahı deyil ki, İraq Kürdistana sərhəddir. Biz görürük ki, bu o Kürt əsilli o terror qrupları ki var, Türkiyədə də problemlər yaradırlar, Suriyədə də, İraqda da və İranda da həmçinin. Yəni, İranda baxın, türklər var, İranda kürdlər var, İranda lor var, ərəb var, bəluç var, fars var, gilək var, sonra türkmən var. Qaşqaylar, hamısı. Yəni, Türkiyədə bir kürdlərlə bazara bilmədiyi, yəni Türkiyə dövlətinin kürdlərlə təkcə yaşadığı problemlər, İran bəluçlarla yaşayır, İran baxırıq ki, məsələn, türkmənlərlə yaşayır, İran görürük ki, Sistan tərəfdə olan o Taliban düşüncəsi olanlarla da yaşayır. Və bunlar gəlirlər daxilə və başlayırlar ki, bu cinayətləri törətməyə. Acıdır, yəni demək istəsə, elə bir hadisələr baş verir. Biz görürük ki, Qum şəhərində bir polisi balçı da tükət ediblər. Siz dünyanın arasında belə bir etiraz görürsünüz. Siz harada görürsünüz ki, bir etiraz olar, bəli, mədəni şəkildə, etiraz olar qanuni şəkildə, yoxsa girib məsciddə Quran yandırırlar. Bu, İran xalqını biz belə görməliyik İran xalqını ki, İran xalqının içində bəli, hicablı da var, hicabsız da var, bu hakimiyyəti qəbul edən də var, eləməyən də var, çox üzr istəyirəm, içən də var, içməyən də var. Məhərrəmlik olur, xüsusən də birinci 10 gün hamısı qalır qırağa İmam Hüseyin. Bu xalqın inamı var, sən gəl bu xalqın məscidini yandırırsan, sən gəl bu xalqın Quranını. Bu da bir axmaqlıqdır. Axmaqlıqdır ki, bunlar edirlər, bəli. Və o mücahidin ki, İranda da onlara münafiqin kimi deyirlər. Belə bir şey deyim ki, dünyada bir opozisyon qurum kimi, dünyada ən çox büdcə alan bunlardılar ki, biz baxırıq ki, İran International kimi Mossad'a bağlıdır. Özü açıqlayır, deyir ki, bunlar İslam inqilabından bu tərəfə 5 milyard dollardan çox büdcə alıblar. 5 milyard dollar dünyanın hansı opozisyonu heç bunun onda bir məbləğini alıb. Bunların işləri nədir? Elə inqilabın əvvəllərində də elə bunlar bu işi gördülər, indi elədi. Bildiyiniz IŞİD. Gəlirdilər küçələrdə, məsələn, bəsicilərin, keşikçilər korpusunun geyimlərini geyinirdilər, postlar qurdular, cəmaat apardılar, arxada öldürürdülər. Adi dinc əhalini. İndi də görürük ki, bunların içindən tutulan o həbs olunan, ixtişaşların içindən həbs olunanların
müəyyən hissəsi də onlara bağlıdır. Belə deyək də, İran İslam Cumhuriyyətinin əleyhinə İrandan xaricdə 250-dən çox kanal, mətbuat, medialar yayılıb və hamısı da gecə-gündüz təbliğat aparırlar. Yəni də bu xalqın rəftarını, davranışını nə dəyişə bilirlər, nə təsir ala bilirlər, nə də tanıya bilirlər. Önemlisi budur ki, bu xalqın psixologiyasını da tanıya bilmirlər. Və bir şey də qeyd edim, opozisyon, müxalifətçi bir xanımdır, BBC Farsi kanalında dəvət edirlər ki, təbii ki, gəlib indi deməlidir ki, bəli belədir. Orada deyilir ki, bəli biz görürük ki, dediyində elə kəftarlar gəliblər burada, o Pəhləviyə aid olanlar, bu münafiqinə aid olanlar gəliblər İranda qarşılıqlar yaratmaq istəyirlər və görürük ki, 100-dən çox polisiya, silahlı qüvvələrdə məsəl üçün şəhid olub. Bu təbii ki, yəni İran da burada reaksiya verəcək və əlbəttə təbii ki, bu o qarşı tərəfdən də itçilər alacaq. Və orada aparıcı gəlir ki, qarışsın və qoymasın ki, o sözünü tamamlasın. Deyir ki, yox, əgər siz itçiləri günahsız insanların, yəni etirazçıların boynuna atmaq istəyirsiniz, böyük bir iddialı deyir ki, yox, burada yəni polis ölür, burada tibb bacısı ölür. Burada biz görürük ki, təcili yardımlar maşınların tutub yandırırlar ki, gedib kömək edə bilməsin. Biz görürük ki, Rəşdə bir yekə bir bazarı yandırırlar. Sənin əgər hakimiyyətlə problemin varsa, ged, mən həmişə olar deyirəm, duxul satsa gedin bir də Keşiklər Korpusunun bir dənə bazasına girin. Bir də yox, bir də polis şöbəsinə girin. Girə bilmirlər axı, hara məscidə girirlər, bazara, dinc əhalinin xalqa məxsus olan xidmət yerlərini, bankları yandırırlar. Bir də polis şöbəsinə niyə girə bilmədilər bunlar? Özü qorxaqdılar. Mən gördüm, bizim qardaşlardan var idi. Biri danışır, deyir, biz 15-20 nəfərlik çıxdıq küçəyə həmin gecə. Bir-iki gecə davam elədi. Biz çıxdıq küçəyə, burada Pərdisonda. Çıxdıq küçəyə. Bunlar da motorla, motosikletlə gəlirlər axı. Məsələn, bir 10 nəfər, 15 nəfərlik bunlar indi qazlayırlar, bunlar gəlir. 15-20 nəfər çıxdı bunların qabağına, bizi görən kimi qaçdılar. Adi ya, bir qrup görsünlər, qaçırlar. O ki, sən deyirsən, o İnqilab Keşikçiləri Korpusu, əslən, ora yaxın duranməzlər. Sadəcə onlara bu tutulanları da gördüm də, tutulanların o bütün məscidi yandıran, nədir o, həkk doktor xanımı yandıran filan, onların hamısını tutublar, danışdırırlar. Adətən də bunları ora buraxmamışdan qabaq ya içki, şərab veriblər, ya da narkotik veriblər ki, bunlar şirə dönsün. Danışdırırlar, ağlayırlar. Bilir axı hara gedir, dara gedir də meyduma. Yəni budur, yəni sən deyənin təsdiqin istirdim deyəm ki, o cəsarətləri yoxdur. Taktika hər yerdə eynidir. Biz baxırıq ki, 1-ci Qarabağ savaşında ermənilərə içkiləri çizdirirlər, bəzi narkotik tərkibli dərmanlar verirlər. Suriya və İraqda işi də həmin və burada da 100% qərb tərəfindən gedir. İstəsən bu bölümü burada da dayandıraq və bundan sonraki bölümlərdə bu məsələnin mahiyyətinə və strategiyasına və əsasən də müharibə olacaqmı və bunun sonu Trumpın təhdidlərinə araşdıraq və görək ki, nəticə nə olacaq. Əziz izləyicilər, bugünkü podkastımız bura qədər idi. Bizi izləməyə davam edin. Çalışacaq internet olduqca və imkan daxilində sizə daha ətraflı izahat verək və sizə xidmətçi olaq. Paylaşmaqla, abunə olmaqla bizə dəstək ola bilərsiniz. Sağ olun, Allah'a emanet olun. Allah'a emanet olun.